was a lot of support from you also outside of the stadium. How did that feel for you? Yəni bu qədər sevirlər məni, bu qədər mənim üçün dəyər verirlər, benim üçün çox böyük bir mutlu verici bir şey. Çıxırdım dışarıya, gördüm qapıda doludur. Güvənliklər yəni məni qoymurdular keçəm. Güvənliklər olmaz, çıxa bilməzsən. Əgər sən buradan çıxarsan, zorluq çəkəcək səni ayırmaq üçün. Yəni burada 1000 nəfər, 2000 nəfər adam var, səni tuta bilməyəcək biz burada. Bir şey olub bilən səndən biz sorumluyuq deyə. Və ona görə qapının yanına en az dedim bunlarla bir əl sallayayım, bunlara bir çox sağ ol deyim, bunlara bir salam vereyim. Və sonra danışandan sonra dedilər, yox sən çıxmazsan, buradan götürməyək. Yəni, mən onlara dedim ki, resim çəkəm, bunlarla fotoğraf çəkəm. Amma onlar da müsaade etmədilər, dedilər, yox imkansızdır, elə şey biz müsaade etmirik. Qıraqdan getməlisən, başqa qapıda məni götürdülər. Amma bu olağanüstü bir keyfdir, olağanüstü bir ləzzətdir, yəni. Anlatılmır da bunlar yaşanır. Çox gözəl bir duyğudur, çox gözəl bir hissidir bu.